Gözətçi içəri girdi. Yoldaş Rəsulzadə, arxamca gəlin dedi. Saat 17 idi. Akşamın geç saatlarında kameradan bu şekilde götürülenler adeten gider, bir daha dönmezdiler. Uzun koridorlardan geçtik, geldik. Elə burada. 2 həftə əvvəl istintaq edildiyim otaq. Masanın arkasında ayak üstə duran Qızıl Ordu uniformasında birisi mənə diqqətlə baxır. Tavariş Rasulzade. Yoldaş Resulzade. Tanıdınız mı? Не узнаете? Uznal. Evet, tanıdım. Koba. Вот, сотрудничали с вами... Zor günlerde birlikte çalıştık. Şimdi ise tokuşuyoruz. Толкнулись. Да, ходит так. Dünya В böyledir. жизни все бывает. Her şey olabilir. Я просмотрел ваше досье. Скажу прямо, положение у вас сложное. Здесь вас опасаются. Dosyanızı gördüm. Durumunuz çok kötü. Одни утверждают, что... Buradakiler sizden korkuyorlar. Bir kısmı müsavatın başkanı mahvedilmeli diyor. Bir kısmı da hayır ömür boyu hapiste kalsın diyor. Пожизненное заключение. Лично я не желаю вам ни того, ни другого. Fakat ben bu iki ihtimalden hiçbirini size reva görmüyorum. Соратники по борьбе. Biz mücadele yoldaşıyız. Ziyaretimin yegane sebebi budur. Ладно? Bence siz serbest bırakılmalısınız. Свободу. Хотите... İsterseniz burada kalabilirsiniz. İsterseniz birlikte Moskova'ya gidelim. Хотите, отправляйтесь со мной. В Москву. Чего я вам и рекомендую. Şahsen ben sonuncusunu tavsiye ediyorum. Çünkü soydaşlarınız sizi rahat bırakmayacaklar. Не Mahvedecekler. дадут вам покоя. Они уничтожат вас. Atam adıyla fəxr edirdi, Acar adıyla. Özü söylədiyi kimi onu adın atası qoymuşdu, Məhəmməd Əmin qoymuşdu. Bir saat Məhəmməd Əminin vaxtı olub Moskvaya getməkdən qabaq, həbs olunandan sonra Stalin'ini Moskvaya aparmaq istəyir. İcazə verib ki, gəlib ailəsi ilə görüşsün. Gəlib, atamın o vaxt 2 aylığıdır da, qaldırıb, bağrına basıb, biz soruşub ki, bəs bunun adını qoymusunuz, yoxsa hələ qoymamışsınız? Nənəm qayıdıb ki, bəs Əli Heydər qoymaq istəyirik. Deyib, yox, bundan Əli Heydər çıxmaz, bunun adı Acar olacaq.